arzu edirik ki bundan sonra cəmi şəhid ailələrində, qazi ailələrində və bütün Azərbaycan ailələrində toy olsun və bu toya o gəlsin. Siltuş Çölçəmənli. Selamünaleyküm, hoş gelirsiniz, sefa getirirsiniz. Gelen ayaklarınız var olsun, el çalan elleriniz var olsun, böyle güzel toy şenliklerinden cemi subaylara kısmet olsun bir tuş. Sağla ne tersiniz, bir alkışlarla bildirin göre yaxşısınız mı, keyfiniz efendim. Yok, maşallah, maşallah, maşallah. Allah sizi var eləsin, salamat eləsin. Bugün bizim toyumuzun çok maraklı konakları olacak. İlk növbədə gəlin bu toyun xeyir duasını vermək üçün bəyimizin dədəsini bura dəvət eləyək. Alqışlarınızla bəyin atası. Gəl qardaş. Selamünaleyküm Aksaqqal. Allah mübarək eləsin. Xoşbəxt olsunlar. Yaxşı. Yaxşı. Aksaqqal, qabaq kətlərdə avtolavka olurdu, onları oxşuyursan. Avtolavka olur deyə qabaq kətlərdə hər şey satırdı maşın. Onları oxşuyursan. Bu nə lijim, bu nə vitfason, nə bu gündə sən. Hacan. Nə olub mənim lijimə? Nə olub mənim geyimimə, nə olub? Mən otdum, fikirləşdim, toy eləməmişdən qabaq. Otdum, durdum. Əxlarını kaçat eləyirsən, nə olub otdum? Dedim ki, mənim toy elədiyim Şadlıq Sarayının qapısını niyə şəvəslər açmalıdır? Və kimə küləy Yola açmalı? saldım, pencəyini aldım, özüm, ona mən niyə lişli pul verməliyəm, mən niyə israfçılıq eləməliyəm? Düzdür mü? Ona görə onu yola saldım, pencəyini almışam, qonaqlarım üçün qapını özüm açıram, bağlayıram. İndi bu lenti soruşarsan. Mən belə qudurmuşam ki, 500 manat verim o arvada gəlsin uşaqların o zaksın eləsin. Özüm qəşən lent də tapdım. Uşaqların nigahını da elədim, zaksını da elədim. Deyir, ata eləyən zaksı ömrü uzun olur. Başlaşırsan mı? Eşitməmişdim. Fotoğrafı da qovdum. Evdə bir köhnə fotoaparatım vardı. Həm də 500 manat pul qazandıram. İsrafçılıq eləmək olmaz. Parkovskada dedim, cəhənnəm ol, rədd ol. Cezlini də aldım, maşınları özüm, sən kimsən, deyirəm, mənim qulaqlarımı maşında park edirsən. Oradan da qazanırsın. Qazanmayayım, yəni kim nə verir, Allah bərəkət versin. Nəysə, mən bu toyun yiyəsiyəm. Başa düşdün mü? Uklatkanı da özün eləmirsən, evdə heç parıqmaqla getmirsən. Yox, üsbət eləmədim uklatka eləməyə. Baş qarışıqdır, mən bunları kim görərdi, bu işləri kim görərdi? Cəmaat, olandan qopandan yiyin, afisantımız da 2 nəfərdir, çatdırmırlar. Yeməyə hesad yoxdur, nə yesinlər? Hövsələriniz olsun, səbriniz olsun, mən sizin toylarda belə oyunlar çıxartmıram. Xahiş eləyirəm, özünüzü farağa taparın. Yemək yox deyin, nə yesinlər? Niyə yox da, 5 kilo kabak vermişəm mən stola. Bəs də, lülə, sonra badımcan, pomidor, qartof, bir də özündən alma kababı icad edilmişək. 5 növ kabab budur. Kabab deyil. Manqalın üstündə pişirdi, gözün üstündə pişən hər şeyə kabab deyirlər, gözünə girməsin, 3 kil balıq vermişəm, stola. 3 növ balıq? 3 növ balıq, Kirkədir, vobladır, şamaykadır, bu balıqdır. Yox, krokodildir. Balıq deyil, nədir bəs? Adı balıqdır, özü. Bu yeşillərdən, əziz qonaqlar, mənim qonaqlarım, qohum əqrəbə, yamanlıq eləyin, çörək çoxdur stolun üstündə, zabot çörəyi, dərdəgül çörəyi, ləzgü çörəyi, təndir çörəyi, lavaş da var, sonra bayırda toz çörəyi var, suxarı da qoymuşam. Yavaş-yavaş yeyin. Yaxşı, biri o suxarını yedi, getdi, çeçədi, qaldı boğazında, bu sudan, soqdan zaten nə içməlidir? Adam kimi yesin. Çeynəsin. Mən nə ayırım? Cəmaata atmış atam mən. Başqaraq deyil bu nə? Odur ki, su qoymuşam. Şadlıq Sarayının o başından bu başına.
Birini ora, birini bura dispenserdə, istisida gəlir, soyuq suda, qırağında çay paketləri də var. Kimislər çay içər, kimislər su içər. Çoxdan cəmaatın qarnıq işləmə düşər. Valla belə toy olmur. O olur, sən ged öz işinə qarşı, sən toyunu apara, sən mənim toyuma gəli eləmə. Ged ondan sizə bayırda, fayədə aşıq ədalət gəlib, gözləyir. Birazdan onu dəvət elə. Ona dedən orada nə yedi, onun pulundan çıxacam, ha. Az yesin. Get, mən deyəndə çağırarsan. Mən qışqıranda çağırarsan, eşitdinmi? Verməsə heç Belə çalmayın. toylanmaz, belə toylanmaz. Bir biabırçılıq olar. Nətərdir? Şəkil, saat. İki qızı. Birdən yanındakı da düşdü. Pul verən də ölü. Yaş. Onda bir yaşın. Çəkirəm. Çəkdim. Neçə dənə? 5 manat daha çəkir. Sivetin o 5 manatdır. Siz də çəkim. Qucaqla da nə? Yanındakını. Arvadın da ölü. Yaş. İndi mehriban qalaq, hamımız mehriban qalaq. Hamımızı birdən çəkirəm. Çəkdim. Nədir, nətər baxarsan şəkilə? Telefonunu çəkərsən, böyüdərsən, görərsən özünü, taparsan özünü. Bax, onu da mən eləyəmədim. Deməliyim. Nə olub? Əməl başlı orkestr gəlib mənim toyuma. Mən bu qardaşı çağırmışam. Siz də üzünün həyatsızlığına basıb bunun dalıca düşüb gəlibsiniz. Bu sintezatorda bütün musiqi alətinin səsini çıxardır da, mən niyə zivlə salırsınız? Niyə israfçılıq eləməliyəm mən? Xahiş edirəm sizdən, durun basın bayra. O kimdir? O qalsın. O səs rejissoru. Kino çəkirik da. Nə deyirsən? Sənə get desəm inciyərsən, dur bas bayra. Niyə, saçından, saqqalından tutan, adama get deyəndə gedər. Sən nədir, klarnetlə oynayırsan? Sən o klarnet götür, klarneti də gedirsən. Götürmədin klarneti. Yeri. Nə də? Xalam qızıdır. Biləndə hamının qulağı vardır. Siz yola verin toyum. Deməli, cəmaat, nətər eləyəcək? Toyumuz, mən qeyri-adi bir toy eləyirəm da. İndi bax, bugünkü gün mənim üçün ən xoşbəxt gündür. Deməli, oğlumun hərsi də, nişanı da, elçiliyi də, toy da, hamısı bugündür. Elə qız toyu da bugündür. Qurban bayramı da bugündür. Ona görə stola qoyun əti qoymuram ki, qurban əti qoymuram ki, günahdır da, birdən kimsə gizlin araq gətirər, yemək olmaz da, günaha batmaq istəmirəm. Ona görə olandan qopandan yeyin. Deməli, bir sürprizim də var. Bugün bəyoğlanın həm də ad gününü də bugünə salmışam. Sonra o vaxt uşağı sünnət elədim, toy eləyəmədim. Zad oldu, babası rəhmətə gitti o yüzden. Onu da arzudan, atalarının arzusudur uşağın. Kiçik toyunda eləsin, onu da bugünə salmışam. Sonra canım sizə desin, menümüz da var. Menümüz sizi fikirləşib, təşkil eləmişəm menunu da. Menü yaşıl menudur. Deməli, stolun üstündə nə var? Kutab var, sonra ıspanak qovurması var, sonra kətə var, sonra dövğa var, sonra axırda da akroşka olacaq. Şüyütlü plov da var, səbzi plov da var, amma əhtsizdir. Nədir, ağız burunuzu yersiniz, mən sizi fikirləşmişəm. Canımın üçün mən sizi fikirləşmişəm. Cəmaatın yarısı şəkər, yarısı da təzyiqdən əziyyət çəkir. Nə, istəyirdiniz ki, 10 kiloluq o quzu ətinin kebabını, sonra dana ətinin boz pörtünü zadını, haşlamasını yığardım stola, öldürərdim, qırardım sizi. Yox, məni elə günaha batırmayın, xahiş edirəm. Məni günaha batırmayın, nə var olandan yeyin, için, geveliyin. Bir də bir söz demək istəyirəm. Cəmaat, siz mənə deyin görüm, kimi toya çağıranda sevinir?
Öyle bir kurbağa gölüne daş attılar. Ve kime dəvətnamə verəndə deyir ki, böyük məmnuniyyətlə o toyda iştirak eləyəcəm. Bir alqış nazarla bildirin. Yalansa. Və kimə dəvətnamə verəndə deyir ki, mütləq o toyda olacam, amma dəvətnamə verən çıxıb gedəndən sonra deyir ki, köpolun gedəsi nəslində daha adam qoymayıb mən toyacaq. Hamımız o gün deyil. Və kim istəyir ki, toyda Aygün Kazımov olsun? Və kim mənim toyuma 1000 manat pul yazdıracaq? Küyə düşməz, sənin cibində sıçanlar oynayır. Bax, görürsünüz, Aygün Kazımovanı hamı istəyir, düzdür mü? Aygünə bir 10.000 verməliyəm ya, yox. Ona görə Aygün yox, toyumuzun gülü, bəzəyi, el sənətkarı, Aşıq Ədaləti mən bura dəvət eləyirəm, bəsinizdir. Gəlsin buraya Aşığımız. El sənətkarı. Hoş gelmişsin. Sağ ol. Hoş gelmişsin. Deyirəm, toydu bir başda sazın altına qızışdır məclisi. Ağsaqqal, elde ovada belə bir deyim var, deyim. Nəmər görməyince aşıq sazı sinəsinə basmaz. Elə mi? Bəli, qadaqal. Siz də nəmərstirsiniz. Əlbəttə ki. Mən dedim, israfçılıq olmasın. Al. Bu nədir qadaqal? Xəşləyərsən. Muzeyə qoyasın ölümü, bu nə deyir? Beşlik bu nə? Beşik nədir? Çiftətdən Bu sazdan çox səslər çıxa bilər, qadaqal. Yadından çıxartma, sazın səsi sonradan gəlir, yaxşı. Bu nədir, ayıp da, adın var, sənin var. Cəhənnəm gör, axırda 20 manat da başıma fırladıb verəcəm. Nə qədər? 20 manat. Mən sana cəhənnəm aşığız adam. Ölüşmədim, cənnət aşkı başqa olur, cəhənnəm aşkı başqa. Xalq arasında belə bir deyim var. Deyirlər ki, kimsə oğlunun toyuna bir, uşağının toyuna bir aşığı çağıranda deyir ki, gedin filan kəsi çağırın. Gedirlər, gəlirlər, deyirlər ki, aşıq behlənib başqa toya. Deyir, onda gedin, obrisini çağırın. Gedib gəlib deyirlər ki, o da behlənib başqa bir toya. Gedirlər, deyirlər, gedir, obrisini çağır. Bir başqasını, onun da qapısına gelirlər, deyir, behlənib, deyir, onda cəhənnəm, elə filan kəsi çağırın, gəlsin oxusun. Bax, elələrinə deyirlər, cəhənnəm aşıq. Sənin bu mənası söhbətinin vaxt gedir, toy. Verməm. Oxumaq lazımdır. Sən sənətkarsan, sən el sənətkarsan. Elə mi? Ben sənətkara yarım saate 500 manat demiştim. Bu nədir bana 30 manat deyir? Cəmat, qohum əqrəbə acından ölürdü, hələ ful yığılmayıb, hələ yeşiyin ağzını açmamışam. Nə var? İndi gözlə dana, sən o, bel eləyək. Mən sana 30 manat verim, gələ bu 20 manat da qoy cibinə. Halallıq üçün. 30 manatlıq ifa elə. Elə mi? Bir də cəmat, saat 19:00-da aş veriləcək, 20:00-da tort veriləcək, 20:30-da vağzalı. 9-da hamı evində, eşiyində olur. Halis edirəm. Çox oturmam mən otur. Olsun deməli deyirsən ki 30 manatlıq oxuyur. 30 manatlıq oxut, qızışdır bir cəmat, bir tozanaq qalsın burada. Nə deyirəm ki, onda 30 manatlıq mahnılar gəldi. Qulaq as, Dədə Ələsgər gör nə deyir? Durun oynamağa. Hadi. Əsəbələ. Əsəbələ. Durun nereye? Deyir çərşənbə axşamı qulaq başında gözüm ala göz bir xanıma düşdü. Bəh. O nəzir, otur, ne oldu, dalın da oldu, nişanlıyam, özge mallıyam, sındı qolqanlı adam yanıma düşdü, dıngıldatdan cəmat durub oynamağa. 30 manata bulaq başında sən nənki nişanlı, Qartiyev evdə qalmışsın da görə bilməzsin. Yaxşı. Xahiş edirəm, cəmat gəlibsə, öpdü mənim üçün qarı eləməz, sən canın, heç olmasa biraz da qoca qaltardan oxu. Elə mi?
Onda eş gör. Bizim Mişal qağamız, Mişal Azaflı ne deyip? He, oynuyoruz. Daimi durumuzun orada. Çal da. Daimi durumuz he, daimi. Getirsene durdu. Dayı. Ay koca kartal. Senin de var. Koca kartal ne geldirirsen? Heydi, heydi. Koca kartal ne geldirirsen? He. Dağlar koynunda, Be, be, be. a koynunda, a koynunda, a koynunda. Kişini teze durguzurlar. Ben ne oldu? Ana gördü balasını, ana gördüm balasını. Saklar koynunda, koynunda, a koynunda, a koynunda, ay qadakalım. Az sakal, başına at təpi. Yo. Ana müqəddəsdir, ananı 30 manatlıq söhbətə qatmaq olmaz. Yaşta. Koca kartal 30 manata gəlib uzağı bizə kurq elib çıx gedir. Mən də oxudum, gedirəm. Salamat qal. Sen, ay, adalet Məni ora bura sürmə. Adalet qağa. Sen canın bir şarabanı da oxu. Arvadın adı şarabanıdır. 10 ad gün də bugünə salmışam. O nə krisə. Oxan elə. Yax. İsrafçılıq eləmiyorlar. Arvadının xətrinə oxuyuram. Xətin əzli olsun qa. Bir şarabanı. Ay, uşaq arvadı tapıyorum ardadır. Ay, arvadı tapsana. Heydi, heydi, heydi. Ay şərabanı yanıram mən, ay şərabanı ölürəm mən. Ay şərabanı yanıram mən, ay şərabanı ölürəm mən. Da söndürmək sənin için, mən getdim. Az gel, aya. Aya. Məni niyə qoymuşsan çıxım gedim? Beni patladak sen benim bir mərifətli mahnı oxudu lan. Ay, deyirəm camaat necə əli gəlir. Yarım saata 5 min, 8 min, 10 min verirlər o fonogram oxuyan müğənnilərə. Elə mi? O da gəlir 5-10 dəqiqə oturur, oxuyur, yola verir, çıxır, gedir. Belə şəxsiyyətsizlik mi olar? Mən indi əlim gəlmir, dana 500 manatı sağ verim, dana. Ama sen oku bütün toyu. İndi qoy cəmaatdan soruşum. Və balasının toyunda aşıqların nəmərinin pulunu kəsən şərəfsizə nə deyirlər ay cəmaat, siz bildirin. Yaxşıdır, pisdir. Cəmaat sənə qohum əqrəbən deyə şərəfsiz deyir. Siz benim qohum əqrəbəmsiniz, Nə deyir? Verəcəm. Desən Sana öl. kişi kimi söz verəm, 5 manatı verəcəm sana, amma bir oxu dana bir şeyi axıra tam. 30 manata şorabanı oxumaq olar. Şərabanı yox. Ne istiyorsan oxu. Verəcəm, sənin də pulunu verəcəm. Yaxşı, onda get bu yetimləri də çağır, haqlarına girmə. Çağır dana, yaxşı. Acada. Qılar niyet. Nətər zibilə sal deyim mən. Gəlin oturun. Sizin də pulunuzu verəcəm. Hələ Paris yerində gəldi. Hazırsınız ha? Şamsız qala. Bax, sana görə dedin ha, qəfinətən verəsən. Verəcəm. Ver gəlsin. Pul yazdırın. Bunlara bir ete pul verin ya. Yeşil buradan kazan sağlam. Yeşil. Getirin. Allah seni köyden yere yendireyim. Gözeller gözeni ay şerabane. Sen tekin güzel olmaz dünyada. Derdimin dermanı ay şerabane. Sen tekin güzel olmaz dünyada. Eşkimin sultanı ay şerabane. Ay şerabanı sevirem ben. Devremedi. Ay zalim kızı yanıram ben. Ey bana sus kedirem ben. Ay şerabanı
Hanımlar ve cenablar, saz kimi gecemiz sona yetir. Ha, Her sen birinize bunu verin. teşekkür ederim. Bu da kesti, mahnını bu da kesti. Sana da bir köpük vermeyeceğim ha Oldu ben ha. da. Aa, sen de bir okudun da ahirata. Noyabrın 15'i ve 16'sı gözleri sizi dostlar burada bu güzel sarayda her birinize teşekkürümüzü bildiririk. Çok sağ olun bu gece için, iştirakınız için, alkış ve değeriniz için. Başlayın. Selam size. Çok sağ olun əziz tamaşaçılar, növbəti arşaqlara görə həmişə xeyirlərdə, toylarda, konsertlərdə görüşək. İnşallah bu şəhərlərin 25 illik yubileyində noyabrda görüşək.